Salam dostlar, kanalımıza hoş gelmişsiniz. Videoları beğenmeyi, kanala abone olmayı unutmayın. Mini bir alışveriş vlogu paylaşacağım. Devamı başka videolar olacak. Sona kadar mütləq izleyin. Belə bir Darinkanın keksini almışıq. Bunu Toğrul çox beğenir. İndi yazacaqsınız ki, evdə hazırlasınız daha yaxşı olar. Təbii ki, evdə hazırlasam yaxşı olar. Ancaq vaxtım yoxdur. Mənim bu standart cümləm. Sonra belə bir sok almışıq. Bunu yoldaşım aldı. Əslində mən ehtiyac duymuram bu sulara. Çünki sadə su içmək bundan daha keyfiyyətlidir deyə düşünürəm. Niyə? Ancaq alıbdır, neyiniyək. Gətirəm. Bu isə dədə-babadan istifadə etdiyimiz, daha doğrusu yediyimiz, istifadə etmək buna uyğun olmadı. Yediyimiz o şirin kekslər, bilmirəm dadı nətərdir. Yoxlayaram, baxaram, deyərəm sizə əvvəlki dadı verir, yoxsa yox. Dostlar, indi bunların dadına baxacağıq. Mən sevdiyim şey budur. Bunlardır. Bir dənə də keksimizdir. Sağ olun dostlar. Əlavə olaraq yeni məhsullar almışam, onu da göstərmək istəyirəm. Açmayalım. Bu Koreyanın üst kremidir. Gedo tərəfdəs. Biraz sezirəm. Deməli, bu Koreyanın üst kremidir və deyilənə görə çox qəşəng effekti var. Ice Face krem. Yəni buz maskası, buz kremi, yəni soyuqlaşdırır, sərinləşdirir üzü. Və belə başa düşürəm ki, deyəsən buz görünümlü o şeylər var ya, TikTokda videoları paylaşırlar. Belə qızların üzü belə şüşə kimi. Mən elə başa düşürəm ki, bu elə bir kremdir. İnşallah ki, istifadə edəndə faydasını görərəm. Bunu paylaşacağım sizinlə, faydasını. Sonra bir dənə Faberlikdən belə bir duxa almışam. Bu duxuda maraqlı qoxusu var. Yəni mən duxuları alıram, alanda da probniklərini də yanında alıram ki, görüm qoxusu necədir. Yəni yaxşıdır, pisdir falan bəsməkən. Müştərilər falan istəyəndə heç olmasa təklif edə bilim deyərəkdən belə bir duxa almışam. İşlədəniz var aranızda, varsa yazarsınız. Sonra həmin duxunun burada probnikidir. Probnikləri alıram 1 manat 89 qəpiyə qızlar. Balaca belə bir şeydir. Yəni İstədiyiniz hər hansı bir duxunun probnikini ala bilərsiniz. Düzdür, probniklər çox bahadır. Belə baxanda əslində duxunun üstünə pulsuz gəlməlidir. Çünki duxuların özü də bahadır. Bu duxunun qiyməti məsələn 40 manat neçə qəpik idisə, ambar qiymətini deyirəm, kataloqunu demirəm də. Bahalı duxulardır, prosta üstünə probniklər niyə pulsuz vermirlər, başım çıxmır. Yəni bu barədə şikayət edirəm. Bunu da almışam 10 neçəsə manata, dəqiq yadımda deyil. O da yenə 10 neçəsə manata düşmüşdü Faberlikdən. Sonra evdə əl şampunu qutarmışdı neçə vaxtı, istifadə eləmək üçün yoxumuz idi. Belə bir əl şampunu almışam. Bunu da həmişə mağazadan alırdım. Valla 3 manat, 4 manat olur deyəsən heç yoxdur. Bunu da 2 manat neçə qəpiyə salmışam. Əgər səhv xatırlamıramsa. Faberlikdən belə bir siyələkli əl sabunu. Əl kremi yazılıb üstünə, amma sabundur yəni bu. Dəqiq deməksə krem tipli sabundur. Sonra belə bir tuş almışam. Çox qəşəngdir də. Yəni mən özüm L'Oreal'ın tuşunu işlədirdim. O tuş mənim kipriklərimi heç belə şey qaldırmırdı. Yəni istədiyim kimi qaldırmırdı. Bu tuş daha yaxşı qaldırdı. Videosunu da inşallah çəkib paylaşacağım. Bu dəqiqə o şeydə deyiləm deyə videosunu çəkmirəm. Axotda deyiləm. Belə deyək. Sonra nə gətirmişəm qızlar? Sonra bu Faberlikin paketidir. Bunu da yine əlavədən qoyublar. Hər dəfə 2 dənə paket qoyublar yəni içinə. Neysə, işdən gətirdiyim işdir. Bəli. Mart ayı bitibdir. Hesabatını eləməliyəm. İşdə vaxtım olmadı. Ona görə gətirdim evdə eləməyə. Bu da mənim mini saqqızımdır. Toğrul bəylə çıxmışıq. Hara? Toğrullara çıxmışıq. Toğrul əsəbidir. Danışmaq istəmir. Toğrulun məktəbini danışmağa gəlmişdik. Ver görək əlbət. Toğrulun məktəbini danışmağa gəlmişdik. Baxdıq, pis məktəb deyil. Yaxşı məktəbdir. Özdə orada yeyib içmə, dost orada yeyib içmə mağaza da var. Əsas məsələ mağazası var. Toğrul bəyin rahat şəkildə yeyib içəcəyi. Başda bir dənə şey odur ki, bağça deyirəm, bufeti çox balacadır. Düz indi bufetdən bizə nə? Yəni məktəbdə də belə baxanda. Nəzərə alsaq ki, bu uşaq burada 11 il oxuyacaq və cınqılış bir bufetləri var.
Nəsə mənim tam belə, yəni 100% ürəyimdə deyil də, yəni %70 ürəyimə yatır. %30'u da hələ fikirləşirəm. Düzdür, mən 16 nömrədə oxumuşam. Mənim öz məktəbimi fikirləşəndə bizim bufetdə belə ayrı bir otaq olan bufet deyildi. Prosta universitetin bufetlərini görəndən sonra uşaqların bufetlərinə daha böyük istəyirəm. Mənim də göz yaşım görsə dayanmır. Məktəbin tualetinə baxdım. Belə də normal, yəni super remontlu deyil deyimsə ki, əla bir remontu var. Elə bir şey deyil. Tol gözlə mən. İndi də ki, yolumuzu salmışıq park tərəfdən. Evə doğru gedirik. Bu məktəbin bir dənə yaxşı tərəfi odur ki, məktəbin ünvanı yaxşı yerdədir, yəni evə yaxındır. Torul məsələn böyüyəndə Polis oldum. o hələ çox var Torulda, yəni tələsmə. Böyüyəndə özü gedib gələ bilər, yəni bir 6-da falan oxuyanda elə bilirəm ki, özü gedib gələ bilər, yəni bütün gün arxasına düşməyə ehtiyac qalmaz. Amma ki, Sen beni atamazsın. amma ki, aparım səni. Ya buradan gidelim. Atan aparar da. Geçirsen. O tərəf hara girsən? Düz buradan gidelim. Düz gedirik də, biz hara gedirik? Yani sen bu taraftan gidiyorsun. Bu taraftan gidiyorsun. Amma ki, belə %100 ideal məktəb kimi görünmədi gözümə. Düşünüyorum, daha düşünüyorum. Nə vaxt tam qərar verəcəyəm, onu da bilmirəm. Amma məktəbdə deyəsən aprel ayında qeydiyyat sonlanmalıdır. Qeydiyyat sonlanana qədər məktəb seçmək Mənə də lazımdır. uzun da bu. O vaxta qədər görək nə edirik. Bura isə haradır? Bura şeydir. İdman yeri var, bir dənə futbol. Adı nə idi onun? Sumqayıtda. Mehdi Hüseynzadə adına deyəsən stadiondur. Deyəsən ora olmalıdır bura. Balamla düşürük onun aşağısı ilə üzü dənizə doğru. Gəl ay Toğrul. No make-up, yox, no filter videolar çəkirik. Bu özgüvən bizə hardan gəlib bilmirəm. Hə, Toğrul? Hə. Necə düşünürsən? Yaxşı. Həyətdə gəzmək istəyirsən? Hə. Gəzirik də, indi gəzmək sayılmır bu. Bura sayılmır. Mən istəyirdim ki, bax, skuterimdə götürüm. Aha. Sür gedək. Hara Amma gedək? bu piyada ilə ayağım yığır yavaş-yavaş. Gedək əynim dəyişim qəşəng. Aha. Sonra köynək geyinim qəşəng. Şalvarımı dəyişim, təzəsini geyinim, şalvar düzəməlli. Şalvar əynindəki pisdir ki. Pisdir, qutqamı geyinim. Sonra düşməkdə skuter, Rahat geyimlər geyinmək istəyir. O sülə, sözünün canı budur. həyətdə biz oynayacağım. Abal əlimin ayağımın altından çəkildi, nə qurban olmuşam. Belə. Oynaya. Aşkolar, kuşkolar, canlarım benim. Son durum bu. Gedirik. Qəşəng hava var, amma hə, Torun. Adam elə gəzmək istəyir. Torunun da gözdə. Ağlamın gözünün yaşlı oldu. Necə gedir? Necə gedir göz yaşları? Eləmə də, elə eləmə. Bir dənə pus dənizdən pisicər. Qabla sana Biraz o yağmasa, Əlini yağmasa geçir. evet. O bir dənə olmasa yaxşı olar. Dənizdən bu gələn iyi. Yoxsa belə hər şey qaydasındadır. Arada qabağımıza maşın çıxır dostum. Mani olur bizə. Deməli buralarda bir dənə də məktəb var. Keç belə qarğa da ölüb. Gəl, mən də bilmirəm nə edeyim. Hə. Buralarda bir dənə də məktəb var. Biri özəldir. Əvvəl əslində özəl deyildi mən oxuyan dövrlərdə. Mən bilən özəl deyildi. Ölə. Adı nə idi? İdraç hissəydi də deyəsən hə. Sönüm haraydı axır. Orada indi pulludur məktəb. Aylığına 650 manat ödəyirsən birinci siniflərdə. Ta 4 il 650 manatdan aylıq pul ödəməlisən bu uşağın məktəbinə. Bu uşaq da deyəsən 9 ay oxuyur, yoxsa 10 ay oxuyur. Hə, 4 il hələ oxuyur. Toğru yaxşı da nə qurban sözdən şuşam axı. Çıx qoyun uşaq sözü deyəsən Allah'ınız. Cəyəş sən danış, mən qulaq asıram. Mən nə danışım ki? Nədir də səsini götürüb aləm. Neyse danışırsan. Danışda danış. Hə, ya bu məktəbə qoymaq lazımdır. Sonra bir dənə də məktəb var.
Orada da saat 5'e qədər uşaqlar internet tipli məktəbdə. Yəni məktəb pis məktəb deyil. Amma saat 5'e qədər uşaqlar orada qalır. O birisi o özəldə də 5'e qədər uşaqlar orada qalır. Burada da. Nə olub ki, 5-ə qədər uşaqlar qaldı orada? İndi mənim qoymaq istədiyimdə isə 12-də çıxırlar. 12-dən sonra boşdular da. Yəni uşaq nə istəsə eləyə bilər 12-dən sonra. Mən də bunun tam şəkildə azadlığını əlindən almaq istəmirəm. Çünki fikirləşirəm ki, bu ömrü bir dəfə yaşayırıq. Bu uşaq da həyata bir dəfə gəlib. Yəni bu 11 il həyatının ən əsas, ən gözəl 11 ilini 4 divar arasında keçirməyini istəmirəm. İstəyirəm daha belə rəngarəng, maraqlı, yadda qalan keçsin. Nə bilim, məktəbdən götürülməsən, aparım üzgüçlüyə, aparım idmana, belə şeylərə. Çünki o 5'e qədər olan məktəbdə elə şey yoxdur. 650 manatlıqda başqa tədbirlər falan olur. Amma sırf şey olmur da, yəni nədir, üzgüçülük falan yoxdur. Mən də istəyirəm ki, bunun üzgüçülüyü falan da aparım. Dur ayağa. Üzgüçülüyü falan da aparım, biraz aktiv uşaq olsun. Böyüyəndə mənə təşəkkür eləyəcək. Hə, doğru. Deyəcəksən ki, Ayana, mən nə yaxşı belə cəmiyyətə faydalı bir övlad yetişdirmirsən. Hə, Tata? Nə? Heç nə. Sən mənə işdincə mənim dayı. Hədə dedi. Deyirəm, yaxşı böyüsən. Yəqin böyüyəndə deyərsən ki, ana, mən nə yaxşı belə cəmiyyət üçün faydalı bir övlad kimi böyütmüsən. Amin. Hə? O yedim bəsdir də, bir saatdə səni gözləyəm. Yaxşı. Beşi gedək restorana. Get. Necə Get, baxırsan? get. Get restorana, sənə restorana gəlir. Get restorana. Gedək. Sən getmirsən? Mən gedirəm. Sən getmirsənsə, sən gedəmə, mən gedim restorana. Yox, mən gedirəm. Sən də gedirsən. Evdən götürdük. Daha doğrusu məktəbə apardıq. Tanışlıq məqsədinə məktəbə getdik. Baxdıq məktəbə. Ümumi nəzərdən keçirdik. Xoşuma gəldi mənim də. Belə də torpaq xoşuna gəldi. Mənim %70 xoşuma gəldi. İyi deyil. İndi istəyirik gedək oturaq hardasa. Çay çay. Şinyatla. Şinyatla. Çünki evdə makaron yemişik. Eləmə də, da iş olmasın. Gedirik Happy Cooks'a. Görək nə var orada. Toğrul bəylə oturaq neysə içək. Şinyatla. Şirniyyatla. Qızdan şey. Bu oğlan gəlib lança. Hə, Toğrul, nə yeyəsən? Baxın buna. Ödəyim bunu. Nə yeyəcəksən? Bundan. Yox, nə yeyəcəksən, onu da görüm. Pizza. Nə gətirəcəksə onu yedim. Nə gətirəcəksən, onu ye. Bir dənə də pizza yeyəcəm. Bir dənə də geçən şey gətirirsə. Yox, şəkil. Miau. Video çəkirəm. Saç dur, biraz saç dur. Sən pizzanı niyə gəlməyib hələ? Hə? Pizzanı niyə gəlməyibsən? Mənim supum gəldi, sən pizzan gəlmədi amma. Nə qədər gözləyəsən? Supunda soyuqdur. Soyuqdur. Yox, yaxşıdır, pis deyil, yola vermək olar. Elə eləmə də, adam ayıb da. Bunu atalım. Bam. Mənə bax, bu sənin ana ilə ilk date'in deyə xəbərin var. Yox. Bir yerdə 2 dəfədə harasa tək gedirik. Qırma, söz danışıram səndən. Doğru. Qırdım. Bax. Onda mən səninlə daha heç ara getməyəcəm. Söz. Heç ara getməyəcəm. Yox. Qırdım. Ver. Ver. İstəyirsən yasa ya? Sənə öldürəcəm. Bəli. O dağılsa mən səni öldürəcəm. Mən səni öldürəcəm. Mən sənə deyirdim. Pizzası da gəldi bir nəfərin. Ürəyi rahatladı. Uşaq bu canavarla yoldayıq. Özündən nə qədər şidlik var eləyir də yəni. Bu bağça təzə açılır. Daha doğrusu açılacaq. Qəşəng bağçadır. Burası bu bəydə də düşmədi bağçaya. Ucu böyüyübdür. Gəl ya. Gedək çıxaq evə. Soyuqdur. Qızlar gəldik, çıxdıq evə nəhayət. Nə almışdım? Deməli, klokun üçün boşaltmışım. 2 dənə məhsul almışdım. Nə almışdım? Bir dənə süt almışdım. Hansı ki, o sütdən sən demə evdə də varmış. Bir dənə də tualet kağızı almışdım. 2 manat 90 qəpiyə süt, 3.75-ə tualet kağızı, 7 qəpiyə də kloku. İtələdilər, bacısı. 6 manat 72 qəpiyə.
6 manat 72 qəpik. Bu bizdə nə qədər aldı? Deyəsən 6 manat 75 qəpik aldı. Nəysə, axır. Bir də Happy Cooksa bayaq getdik. Videosunu seçmişəm. Orada yediyimiz yeməkdən qalmışdı. Və qalmışdısa, o deməkdir ki, bu yeməyi atmaq olmaz. Ona görə götürüb gətirmişik evə. Dedim, Toğrul da yeyər. Atası da axşam gələndə istəsə yeyər, istəməsə də keçsin. Belə dəhşətizm çox qaldığına görə götürdüm, yoxsa götürmək fikrim yox idi. Nətər qoyublarsa əzlibə yazıq. Estetika yoxdur, estetika. 2, 3, 4 dənə, 5 dənə kusok qalıb, təsəvvür edirsiniz. Yəni ki, demək olar yeyilməyibdir. Yəni, pizzada uzağı 6, 7, 8 olub da maksimum. Yəni, çox böyük bir hissəsi qaldığına görə mən də götürdüm, gətirdim evə. Dedim ki, yeyilməyibsə evdə yeyərik. Heyfdir, pul veririk. Gətirmişəm eyə. Neysə, bunu yığım bura. Hələlik qansın, atım soyuducuya. Uzağı axşam qocuşqa gələndə biraz isidərəm. Yeyərlər. Və burada ət çıxartmışam əslində. Aşağıya qoymuşam, yumuşalıbdır. Bilməm, neysə, eləyim, eləməyim. Həm də ərinirəm. Sup eləmək istəyirəm, amma ərinirəm. Bu qazın üstü də hələ bu vəziyyətdədir. Demişəm ki, video çəkə-çəkə siləcəm. Ona görə saxlayıram. Qabları qabyona yığmaq lazımdır. Və keçək indi o birisi otağa. O birisi otağın vəziyyəti normaldır, şükür Allah'a. Burada tək yetim qalmış bir corabımız var. Bu corabın nə yeri yurdu var, nə də yiyəsi var. Biri yoxdur deyə qalıb otaqda. Bu şeyin qabıdır. Nədir? Üst kremin qabıdır. Ruşkilərimi qoyum bunun üstünə. Koşelyokum. Koşelyokum da son nəfəsini verir yavaş-yavaş. İçi boşalır. Çok kötü hissediyorum kendimi. Koşelyokumda pul azalanda. Neyse, bunları yığaq bura hələlik. Bunları da bilməm, sizə göstərmişəm, yoxsa yox. Təzə orqanayzer almışam Trend yoldan. İçərisini belə qəşəng sevgiyə salmışam. Bu da belədir. Düzdür, bura bücdəyalar üçün başqa bir orqanayzer alacağım. Amma hələ ki bundan idarə ediyoruz. Böyle. Bu isə mən. Deyir mən kontrabasda. Bu da mən. Belə. Bu da veşlərimizdir. Ortağa tökmüşəm. Bunların bir planı var. Çünki bunlar sərgiyə düşməlidir. Dağılıblar. Aləm deyib bir-birinə. Ana balanı tanımır. Ah, neysə, əfəzlər, belə-belə işlər. Bu çorabın yiyəsi yoxdur. Yəni, tay yoxdur da. Hələlik qoyun burada qalsın. Oş. Xəncəl bişirəsi oldum. Bu xəncəli çoxdandan almışam. Və baxıram ki, salamatdır. İlədim, qoxladım. Yəni, xəncəl də deyirlər, xarab olası bir şey deyil. Suyum qaynayır. Qazımın üstünü silmişəm bu arada. Demişdim ki, video çəkəcəm, amma çəkmədim. Axatım olmadı. Burada qiyməm hazırdır. O, səhər göstərmişdim sizə ət. O ətin qiyməsi hazırdır. Bu da burada. Və qabyanımın da içini artıq doldurmuşam. Bəli, çünki sağ olsun. Mamasının balası bir kamaz qab çıxardır. Elə çap, eləyim, xarab olar. Belə. İndi də asta-asta yatmaqlarımızı ataq içinə. At. Dərs oxumaqdan başqa hər şeylə məşğul olmaq istəyir. Atda da oynamır 5 saat. Tez-tez atıram. Sonra yemək gec olacaq. At. Necə pişiyor? Deyəndə dayanacam. Xoşun gəldi? Hə, xoşum gəlir. Sənin üçün də əyləncə. Ən sevdiyi iş boş iş. Bir məntiqli iş görməsin, boş. Vaxt öldürsün ancaq. Sənin seçdiyimiz məktəb xoşuna gəldi. Danışa-danışa iş görürüm, görə bilirsən. Bəyəndin məktəbi? Bəli, bəyəndim. Neyniyəcəksən? Gedib oxuyacaqsan orada yaxşı. Həm oxuyacağım, həm də dostum görəcəm. Həm də yeyib içəcəm. Ya, onda sən dostunla, fikrim var ki, belə baxıram ki, dostunla oynayasan. Dostumla yox. Hə. Dostumla
dərsin qutaranda elə belə həyətdə oynamaya deyəmək. Yəni qutaranda demirəm də dərsdə. Dərsdən sonra müəllimə qoymuyor. Dərsdən qutarandan sonra. At bəsdir də yəqin ki. Yoxsa biraz da at, qoy elə biraz da at. Sən də ye, mən də yeyim. Atan olsa hələ işdədir. Bala. İşdə deyil, gedir. Hadi deyək. Nə bilim, hara gedib? Adın deyildi. Mən bilmirəm də, yadımdan çıxıb. Sən də görüm hara gedib. Yenə? Buraxdınız mı? Burada dərsi var. Güya dərs oxumalıdır. Gəl burada mənə kömək edir xəncər pişirməyə. Xəncəli. Yəni mən bu uşaqla neyiniyim axı? Bir bırat xarab olmasın. Şimdi belə qoy suyuna bir damcı yağ töküm onu. Suyuna da bir damcı yağ tökürük ki. Yox, oje onu olmaz. Xaldın qapısını bağla. Zeytun yağı tökmədim. Dedim birdən yaxşı olmaz. O qapağı götür bağla yağın ağzına. Yerə düşdü. Onu götür. At qoyarsan, necə? Atım? Yaxala ondan sonra qoy. Atım üçün. Nə atasın? Hə, at. Yedirsin dayı. Yaxala onu. Yaxşı, yaxayacaq, gözlə. Qışqırma. Gülüm, canım gülüm görürsün orada. Bu əslində artmalıdır. Nətər artmalıdır? Yəni bunu bir-birinə aralamalıyam. Çünki içində kötüyü çoxdur. Prosto nə torpağımız yoxdur. Bunu çox aldım. Nə də ki qabım. Qabım var əslində, yox, qabım var. Prosto qoy xalinka. Prosto axotum yoxdur. Yeri silməliyim. Hər yeri şir eləyib bu uşaq. Hər yeri şir eləmişsən oğlum. Nə eləmişəm? Qonşu eləyib. Atam eləyib. Ay nə deyirsən, deyir atam eləyib. Belə bir evdəki şeydir, uşaq satdı atası. Bəsdir, qal, tökmə daha. Qarışacaq onda, pişmişdən pişməmiş qarışacaq bir-birinə. Hə, qızlar, gedək o birisi otağa. O birisi otağın vəziyyəti normal. Bilməm, bax göstərdim desin amma bura. Normaldır. Və sonra keçirik Toğrulun otağına. Toğrul, baxın. Toğrulun otağında vəziyyəti normaldır demək olar ki. Toğrula görə bura normal sayılır, yəni. Belə bir tör-töküntü uşağa bura normal sayılır. Sizə dedim də deyəsən, matrası yenilədik. Güllərimizə baxın qızlar, görün nə gözəldir. Mənim güllərim, çiçəklərim, böcəklərim. Bu da mənim gülün adı nədir bilmirəm. Güllərə qısqanır, ilahə qurban olmuşam. Bu gülün adını bilmirəm nədir. Amma çox qəşəngdir. Kitayski roza, yoxsa o deyil deyəsən. Ah, bəh. Prosta gülün şeyi çox tökülür, tez tökülür bunun yarpaqları. Bura isə bizim həyət evləri. Görürsünüz, o xətdən sonrası dənizdir. Toğrul bəyin mənzərəsi. Gecə qəşək görsənir burasında. Gündüzə də çox şey görsənmir. Bu ütü stolundur. Ütü stolu bizdir. Bu da Toğrul bəydir. Bir də Toğrul bəyin matrasını dəyişmişəm. Bilmirəm, sizə demişdim, deməmişdim. Kontaktom məndən incitdi, bezdirdiyi matras. Ortopedik matrasdır. Kontaktdan aldıq. 330 manata. Qəşəng matrasdır. Öz yerimi özüm çıxır. Öz yerini özü çıxır, öz üstünə çıxır. Yaxşıdır. Köhnə matrası deyəsən atası qoydu həyətə. Həyətə qoyub, atıb. Hədə atdı da həyətə apardı qoydu. İndi inşallah ki, onu da kimsə lazım olsa götürür. Bu da Toğrulun ta uşaq vaxtından aldığım yazı masasıdır. Yazı masası şişəsi oldu. O da köynəyidir. Asın şkafına bir zəhmət. Sizə nəyi göstərmək istəyirəm? Toğrul yaxşı. Zaldakı stol-stulu gətirmişik bura. Denin niyə? Çünki burada stol-stulumuz yoxdur. Hər dəfə də zala gedib gəlincə, şkafa xalinlə qoymuşum. Hər dəfə də zala gedib gəlincə bezirdim. Nəhayət qərar verdim ki, zaldakı stol-stulu hələlik gətirim bura. Ən azından alana qədər. Hə, Toğrul, dəymə ana qurban. Yox da ana qurban, başına dönüm. Onda qutusunda görsən.
Baxın dostlar, bu da bizim pizzamızdır. Xadirika qoydum. Qoy. Bayaqları yediyi pizzanın qalığıdır. Sonra nə deyəcəkdim? Oradakı soslu gətirdim bura ki, burada soslu olsun. Çünki belə də yox idi. İşığı yandı. İndi isə nə edirik? Burada da axırca bu yetimi televizyon altından götürüb qoymuşuq bura. Və Toğrul bəy də rahat şəkildə artıq yediklərini stolun üstünə düzə bilir. Burada şirə yoxdur. Şirə varsa get məmsəfitkə gətir. Bu da bizim minnoşumuz, televizorumuz asmışıq divara. Görün necə gözəldir. Artıq rahat şəkildə televizorumuza baxa bilir. Bu bizim üçün böyük, insanlıq üçün kiçik bir adımdır. Divara asmışıq gördüyünüz üzərə. Buranın da ki üstünü şey eləmək istəyirəm əslində. Nə deyirlər ona? Emosiya eləmək istəyirəm. Prosta özüm eləmək istəyirəm. İndi onun riskini eləyim, eləməyim deyə qalmışam. Mən də. Fikirləşirəm ki, emosiyanı alım, gətirim başlayım özüm işləməyə. Çünki bacım, mənim yoldaşım deyir ki, ustaya bu dəqiqə verməyə pulum yoxdur. Material da ki, yəni fikirləşir ki, lişni rasxoddur. Ona görə fikirləşirəm ki, maaşımdan materialı alım və ustalığını da başlayım özüm eləyim. Burada bir dənə dəyişmək istədiyim nədir? Usta olasın, bir manata mağaza satasın. Bir manata mağaza satacağım. Bir manata deməyə şey yesin. Ev düzəltmək o. Ev düzəltmək olasın. Hə, yaxşı. İndi bir dənə dayan. Və onu düzəldə bilsəm, əgər eləyə bilsəm, plintusu da çıxardacağım. Çünki bu plintusdan da xoşum gəlmir. Qəti rahat oturmur da, yəni divara. Əgər emosiya eləsəm, ora təzə plintus taxacağam. Mən buranı istəyirəm ağ emosiya. Qıraqlarına da bu taxtalar olur, təzə moddadır da bunlar. Onlardan demək istəyirəm. Prosta divar böyüdü. Fikirləşirəm ki, bunu necə eləmək olar? Çatdırmaq olar, olmaz. Təbii ki, bu hələ bir ideyadır. Onu da qayntamcıldan getmişik, amma bir şey yaramadı, xarabdır. İşte. Vallahi xarabdır. Uşağım işlədiyini görür, amma düz işlədiyini görə bilmir. Hə, nə deyəsiydim qızlar? Nə deyirdim? Hə, indi bilmirəm. Onu elə eləyim, eləməyim. Siz nə məsləhət görürsünüz? Qoçaq qız olduğumu bilirəm əslində. Amma ki, deyir, yapabildiyim şeylər var, yapamadığım şeylər var. İndi sən bu telefonu tut, mən işimi vereyim, oradan götürüm. Sən bir dənə onu götür. Bir dənə qab götürüm, yoxsa iki dənə qab götürüm. Bir də iki dənə sibəsli. İki dənəsindən biz... Sən işimə bax. İşimə bax. Necə dursan ya? İşimə bax, çəkməyə videoxsan. Sən belə boz olursan ya. Bu niyə götürəmədin ya? Mən götürürəm. Hə. Götürərəm. Gördün? Gördüm. Gör. Gördüm də nə? O, deyirəm, yəni gör də, aç gözü yaxşı bax bu şeyə. 5 açım, 30 açım, 30 dənə gözüm olsun mənim. Qızlarda şərait yoxdur, yəni onu demək istəyirəm. Qızda var, şərait var. Şərait də var, deyirsən mi? Yoxdur. Şərait yoxdur, niyə var? Baxın, yeməyəcəm. Yaxından görünür, işə yemək görsən ya. Uzun tarikalarımız hardadır bizim? Mən nə bilim. Qəti bilmə, ha, birdən bilərsən. Nə? Birdən lazım. Dəndinən, bir dəfə də deyəm o sözü. Deyirəm, qəti bilmə, birdən bilərsən. Ya başqa sözüm, qabın haqqın, qab nə deyirdin? Nə Uzun qabı? tarikalar, hanı uzun tarikalar? Uzun tarikalar. Onlar şeydə olmadı, nənə, ana. Nə deyirdi ya? Kadrodakı şkafda. Diyorsun. Orada olmadı. Diyorsun. O baxın, oradan uzun dayə qağa olmayan şeyə var, qaba, uzun qaba onunla. Deməli, Toğrul bəy. Bu sizin yeməyiniz. Baxın, Bax, gördük şey yeməli, bəh, bəh, bəh. bəh. Qızda var, şəhət yoxdur. Yoxdur, bəli. Gəl otursan, sən yersən. Can çıxdı da. Dostlar, bu günlər biz təzə bir bu gün
Nə deyir ona? Pizza. Pizza biraz. Təzə də deyil əslində. Restoranda yediyindən qalan idi. Qalmışdı, götürdük, gətirdik evə. Heç orada isti olanda yemirdilər. Davulda Altına git qab götür. bu üstündə yeyir. Nə ye, onun üstündə ye. Sərqə ilə qoydu. Elə dava ilə niyə qaba tutulursun? Bu nə? Göbəyi haraya qoyuyor? Göbələkli də ona görə. Göbəkli olmasın, nə olur ki? Sevmirsən göbələyi? Yox. Niyə? Qabın altına, qabı su altına gətir oturdu.